Salam əziz izləyicilər. Tarixdə bir gün verilişində sizi Cənubi Asiyanın taleyini dəyişən bir hadisəyə aparırıq. Təsəvvür edin, 2 əsrə yaxın davam edən müstəmləkə hakimiyyəti, milyonlarla insanın mübarizəsi və həsrətlə gözlənilən o gün. 1947-ci il 14 avqust. Britaniya Hindistanının xəritəsi parçalanır. Tarixin ən böyük köç dalğalarından biri başlayır və dünya xəritəsində yeni bir ad peyda olur. Pakistan. Bəs bu günə necə gəlindi? Bir xalqın öz kimliyini qorumaq üçün apardığı 10 illiklər boyu mübarizə necə reallığa çevrildi? Və bu tarixi anın arxasında hansı adamlar, hansı qərarlar dururdu? Bugün bunların hamısını sizinlə birlikdə xatırlayacağıq. Hər şey 19-cu əsrin sonlarında Britaniya Hindistanında müsəlman icmasının öz gələcəyi barədə narahatlıq keçirməyə başlaması ilə formalaşdı. Hindu əksəriyyəti ilə eyni siyasi sistemdə yaşamağın müsəlmanların mədəni və dini kimliyini itirmə riski yaratdığı fikri get-gedə güclənirdi. Elə bu ovqat 1906-cı ildə Ümumhindistan Müsəlman Liqasının yaranmasına səbəb oldu. Bu təşkilat sonradan müstəqillik hərəkatının əsas siyasi qüvvəsinə çevriləcəkdi. Yolun dönüş nöqtələrindən biri 1930-cu ildə şair və filosof Məhəmməd İqbalın irəli sürdüyü fikir oldu. O, şimal-qərbi Hindistanda müsəlmanlar üçün ayrı bir dövlətin yaradılması ideyasını səsləndirirdi. Bu fikir toxum kimi əkildi və illər sonra bar verdi. Amma bu ideyanı reallığa çevirən şəxs Məhəmməd Əli Cinnah oldu. Əvvəllər müsəlman Hindu birliyinin tərəfdarı olan Məhəmməd Cinnah siyasi proseslər irəlilədikcə iki icmanın maraqlarının barışdırıla bilməyəcəyi qənaətinə gəldi. O, Qaid-i Əzəm, böyük lider adını qazandı və Müsəlman Liqasını gücləndirərək ayrı dövlət tələbini Britaniya hökuməti qarşısında qətiyyətlə müdafiə etdi. 40-cı ildə Lahor qətnaməsi qəbul edildi. Bu, müsəlmanlar üçün müstəqil dövlət tələbinin rəsmi siyasi platformaya çevrildiyi an idi. Sonrakı illərdə Britaniya 2-ci Dünya müharibəsinin gətirdiyi iqtisadi yorğunluq və müstəmləkələrdə güclənən milli hərəkatlar səbəbindən Hindistanı tərk etmə qərarına gəldi. 1947-ci ilin əvvəlində proses sürətləndi. Lord Mountbatten planı əsasında Britaniya Hindistanının iki ayrı dövlətə, Hindistan və Pakistana bölünməsi qərarı alındı. Bəs Lord Mountbatten kim idi? Louis Mountbatten Britaniyanın Hindistandakı sonuncu vitse-kralı idi. 1947-ci ilin əvvəlində Britaniya hökuməti onu məhz bir məqsədlə təyin etmişdi. Gücü mümkün qədər tez və nizamlı şəkildə yerli əllərə təhvil vermək onun əsas missiyası idi. Lord Mountbatten Kraliçə Viktoriyanın nəticəsi idi və Kral 6-cı George'un əmisi oğlu sayılırdı. Bundan əlavə, o, Şahzadə Filipin, yəni gələcək kraliçə 2-ci Yelizavetanın həyat yoldaşının dayısı idi. Kral ailəsi ilə qohumluğu və hərbi diplomatik təcrübəsi ona bu mürəkkəb prosesi idarə etmək üçün lazımı nüfuz verirdi. Niyə məhz onun planı əsas götürüldü? Mountbatten gələndə vəziyyət artıq kritik həddə çatmışdı. Hindu-müsəlman gərginliyi zorakılığa çevrildi və Britaniya daha uzun müddət nəzarəti saxlaya bilməyəcəyini anlayırdı. Əvvəlcədən planlaşdırılan 1948-ci il tarixi əvəzinə Mountbatten prosesi kəskin sürətləndirdi və bölünməni yeganə real çıxış yolu kimi təklif etdi. Onun planı həm Britaniyanın tez çıxmaq istəyinə, həm də Müsəlman Liqası ilə Hindistan Milli Konqres Partiyası arasındakı barışmaz mövqeyə uyğun gəldiyi üçün qəbul edildi. Hindistanın Konqres Partiyası, o cümlədən Mahatma Gandhi bölünmənin əleyhinə idi və vahid, dini fərqlərdən asılı olmayan Hindistan istəyirdi. Hindistan Milli Konqresinin o dövrdəki əsas simaları arasında Mahatma Gandhi mənəvi lider kimi çıxış edirdi, baxmayaraq ki, rəsmi vəzifə daşımırdı. Maulana Əbülkəlam Azad Partiyanın nüfuzlu müsəlman lideri kimi vahid Hindistan ideyasını müdafiə edirdi. Ancaq Cavahirlal Nehru və digər liderlər gərginliyin artan zorakılığa çevrilməsi narahat olaraq sonda bölünməni az ziyanlı seçim kimi qəbul etməli oldular. Cavahirlal Nehru partiyanın siyasi rəhbəri idi. Məhz sonradan müstəqil Hindistanın ilk baş naziri o oldu. Gandhi şəxsən bölünməyə qarşı çıxsa da prosesi dayandıra bilmədi və qanlı hadisələrdən sonra sülhü bərpa etmək üçün öz nüfuzunu istifadə etməyə çalışdı. Prosesin sonunda sərhədlər hansı meyarlarla çəkildi? Bölgü əsasən dini əksəriyyət prinsipinə əsaslanırdı. Müsəlman əhalinin üstünlük
bütövlük təşkil etdiyi bölgələr Pakistana, Hindu və Sikhlərin yaşadığı bölgələr isə Hindistana verilirdi. Bu işi hüquqşünas Sir Cyril Ratcliffe həyata keçirirdi. Hərçənd o özü bölgəni əvvəllər heç görməmişdi və cəmi bir neçə həftə ərzində Pəncab və Bengal kimi mürəkkəb, qarışıq əhalili əyalətləri xəritə üzərində bölməli oldu. Nəticə tələsik və qeyri-dəqiq idi. Kəndlər, hətta ailələr belə sərhəddin iki tərəfinə düşdü. Bu sadə bir inzibati addım deyildi. Milyonlarla insan öz evlərini tərk etməli, sərhədlər yenidən çəkilməli oldu. Köç zamanı insanlar nədən həlak olurdu? Təxminən 10-15 milyon insan yeni sərhəddin düzgün tərəfinə keçmək məcburiyyətində qaldı. Bu miqyasda plansız köç faciəyə çevrildi. Qatarlarda və piyada karvanlarında hücumlar, dini zəmində kütləvi qırğınlar baş verdi. Qıtlıq və susuzluq insanları təqətdən saldı. Yoluxucu xəstəliklər sıxlıqdan sürətlə yayılırdı. Rəsmi mühafizə demək olar ki, yox idi. Ona görə də silahlı dəstələr yolda karvanlara basqın edirdi. Nəticədə yüz minlərlə, bəzi qiymətləndirmələrə görə 1 milyona yaxın insan həyatını itirdi. Köç zamanı zorakılığı daha çox hansı tərəf edirdi? Bu tarixçilər arasında da mübahisə mövzularından biridir və birmənalı cavab yoxdur. Reallıq ondan ibarətdir ki, zorakılıq qarşılıqlı xarakter daşıyırdı. Pəncab kimi qarışıq əhalili bölgələrdə həm müsəlmanlar Hindu və Sikhlərə, həm də Hindu və Sikhlər müsəlmanlara qarşı hücumlar təşkil edirdi. Bir tərəfin törətdiyi qırğın digər tərəfdə qisas salğası doğurur, bu da öz növbəsində yeni zorakılığa səbəb olurdu. Bütün ağrılara baxmayaraq, 14 avqust 1947-ci ildə Pakistan rəsmən müstəqil dövlət elan olundu. Məhəmməd Əli Cinnah ölkənin ilk general qubernatoru oldu. Liaqat Əli xan isə ilk baş nazir kimi yeni dövlətin qurulmasında mühüm rol oynadı. Pakistanın müstəqilliyini tanıyan ilk dövlətlər hansılar idi? Pakistanı müstəqil dövlət olaraq tanıyan ilk ölkə İran oldu. Diplomatik əlaqələr 14 avqust 1947-ci ildə, yəni müstəqillik günü elan olunan gündə quruldu. Maraqlıdır ki, Şah Məhəmməd Rıza Pəhləvi sonradan 1950-ci ilin martında Pakistana rəsmi dövlət səfəri edən ilk xarici dövlət başçısı oldu. Bəzi mənbələr İndoneziyanı da Pakistanı tanıyan ilk dövlətlər sırasında qeyd edir. Bəs Türkiyə Pakistanın müstəqilliyini nə vaxt tanıdı? Rəsmi mənbələrə görə Pakistanla Türkiyə arasında diplomatik əlaqələr 30 sentyabr 1947-ci ildə quruldu. Pakistan həmçinin həmin ilin 30 sentyabrında Birləşmiş Millətlər Təşkilatına üzv qəbul edildi və bu prosesdə Türkiyənin ona böyük dəstəyi oldu. Pakistan adının mənşəyi olduqca maraqlı bir hekayədir və əslində iki fərqli izahı özündə birləşdirir. Pakistan akronimi ilk dəfə 1933-cü ildə Cambridge Universitetində təhsil alan Chaudhry Rəhmət Əli tərəfindən təklif olundu. O, Now or Never, indi ya heç vaxt adlı broşurunda gələcək müsəlman dövləti üçün bu adı hərflərin birləşməsi kimi formalaşdırdı. P. Pəncab, A. Əfqan, şimal-qərb sərhəd əyaləti sakinlərinə işarə, burada puştunlar yaşayır. K. Kəşmir, S. Sind, Tan isə Bəlucistanın son hissəsi. Yəni ad gələcək dövlətə daxil olacaq bölgələrin adlarının qısaldılmış formasından yaranmışdı. Pakistan sözünün məna baxımından izahı nədir? Eyni zamanda söz fars və urdu dillərində təbii məna da daşıyır. Pak təmiz, saf deməkdir. Stan isə ölkə, torpaq mənasını verir. Beləliklə Pakistan təmizlərin, safların torpağı kimi tərcümə olunur. Bu da yeni dövlətin İslam kimliyinə və mənəvi saflığına istinadı simvolizə edirdi. Maraqlısı odur ki, bu iki məna həm coğrafi akronim, həm də dini mənəvi anlam bir-birini tamamlayaraq adın həm praktik, həm də ideoloji baxımından güclü olmasını təmin etdi. Ad tədricən Müsəlman Liqasının siyasi kursuna daxil oldu və 1940-cı illərdə artıq hərəkatın rəsmi adına çevrildi. Pakistanın müstəqillik günündən danışarkən, müasir dövrdə Pakistan-Azərbaycan əlaqələrinə də toxunmaq lazımdır. Günümüzdə Azərbaycan və Pakistan müttəfiq dövlətlərdir. Azərbaycanın ordu birləşmələri demək olar ki, hər il Pakistanın müstəqillik günü şərəfinə keçirilən yürüyüşdə iştirak edir. Pakistan isə öz növbəsində Azərbaycanın ağrılı problemlərindən biri olan Qarabağ məsələsinin çözümündə daim Azərbaycanın yanında olmuşdu. Təsadüfi deyil ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra onun müstəqilliyini tanıyan ilk dövlətlərdən biri Pakistan oldu. Pakistana xoş gəlmisiniz.
Welcome to Pakistan, the continent of armed forces of Azerbaijan. Yaşasın Pakistan, Azərbaycan. Pakistan-Azərbaycan münasibətlərindən, dostluğundan saatlarla danışmaq olar. Bugün bölgəmizdə Pakistan-Azərbaycan Türkiyədən ibarət təbii bir ittifaq formalaşıb. Belə, bugün Pakistanlılar üçün sadəcə adi tarix deyil, bu kimlik, iman və əzmkarlıqla qazanılmış bir gələcəyin rəmzidir. Hər il 14 avqustda bayraqlar yüksəlir, şəhərlər yaşıl-ağ rənglərə bürünür və millət o böyük yolu sözlərdən hərəkata, hərəkatdan dövlətə gedən yolu xatırlayır. Dost və qardaş ölkə olan Pakistanın müstəqillik gününü təbrik edirik. Pakistan, Azərbaycan zindabad. Videolarımızı bəyənməyi, paylaşmağı və öz fikirlərinizi bildirməyi unutmayın. Tarixdə bir gündə yenidən görüşənədək.